Qaraqoyunlulardan bəhs eləsək, Qaraqoyunlu tayfa birliyinin tərkibinə daxil olan Oğuz mənşəli tayfaları görürük. Bunlar Ağacərlilərdir, hansı ki, Azərbaycanda 5-ci əsrdən etibarən məskunlaşmışlar. Türkmən tayfaları 7-ci əsrdən etibarən Azərbaycan torpaqlarında, Şərqi Anadoluda məskunlaşırlar. Sədlilər həmçinin Naxçıvan sürməli bölgələrini idarə edən türk tayfaları idilər və Qaraqoyunlularda əsas söz sahibi olan Baharlılar idi ki, Baharlılar parlaq nümayəndələri var, onların parlaq dövrləri var ki, Baharlıların deməli nümayəndəsi Bayram Xocanın dövründə 14-cü əsrin sonlarında Qaraqoyunlu bəyliyinin əsası qoyulur. Qaraqoyunlu feodal hakimliyini isə Qara Məhəmməd yaratmışdı ki, mərkəzi Van şəhəri idi və onların ən güclü dövrü isə bəylikdə hakimiyyətə Qara Yusifin gəlməsi olur. Belə ki, Qara Yusifin 1389-cu ildə Qaraqoyunlu bəyliyini idarə elədiyi dövrdən etibarən Azərbaycan torpaqlarına sahib olma uğrunda mübarizəyə başlayır. Bu mübarizədə onun əsas rəqibləri Şirvanşahlar, Ağqoyunlular və Teymurilər idi. Belə bir dövrdə Qara Yusif əvvəlcə Cəlaliri Sultan Əhmədlə yaxınlaşır, onunla qohumluq münasibətlərini davam elətdirirlər və Ağqoyunlu Qarayuluğu Osman bəyə də Teymurilərə qarşı mübarizədə təklif göndərsə də Ağqoyunlular bu təklifə rədd cavabı verir. Ümumilikdə 14-cü əsrin sonlarından etibarən fəaliyyətə başlayan Qaraqoyunlu bəyliyinin nümayəndəsi olan Qara Yusif 1394-cü ildə Bağdad döyüşündə Əmir Teymurla qarşı-qarşıya gəlir. Lakin bu döyüşdə müttəfiqi Cəlaliri Sultan Əhməd də, Qara Yusif də dövrün ən məşhur, ən güclü sərkərdəsi Əmir Teymura məğlub olur. Bu məğlubiyyətdən sonra onlar gedir İldırım Bayezidə sığınır, Osmanlı sultanı. Qeyd edeyim ki, İldırım Bayezidlə də Qaraqoyunlu, Qara Yusifin dostluq münasibətləri mövcud idi. Ümumiyyətlə, bu qeydi dərsin sonunda deyəcəkdim, amma indidən yadda saxlaya bilərsiniz. Qaraqoyunlular hər zaman bütün dövrlərdə, bəylik dövründə də, dövlətçilik tarixində də adından danışdığım və ya danışmadığım, bax, buradakı hökmdarların, bəylərin hamısının dövründə Osmanlı ilə dost münasibətində olublar. Bunu belə yadda saxlayırıq. Ağqoyunlu, Teymuri və Şirvanşahlarla rəqib olublar həmişə. Bir dənə istisna var ki, o Cahanşahdır. O sadəcə Şirvanşahlarla normal münasibətlər qurur, Şirvanşahlarla müttəfiq olur. Qalan bütün hökmdarlar İskəndər də, Qara Yusif də Şirvanşahlara qarşı mübarizə aparıbdır. Bir dənə istisna dediyim kimi Cahanşah olur ki, Cahanşahın dövründə Qaraqoyunluların Şirvanşahlarla normal münasibətləri var. Qalan dövrlərdə bu belə deyil. Qayıdım yenə Qara Yusifin taleyi barəsində sizə məlumat verim. İldırım Bayezidə sığınmışdı və Ankara döyüşü baş vermişdi 1402-ci ildə. Teymurilər Osmanlını məğlub eləmişdi. Osmanlıda Fetret dövrü başlayır və bu hadisədən sonra Qara Yusif də, Cəlaliri Sultan Əhməd də Misirdə həbs dövrü yaşayırlar. Lakin bəxt onların üzünə gülür və 1405-ci ildə Əmir Teymurun ölüm xəbərini eşidəndən sonra Qara Yusif də, müttəfiqi Cəlaliri Sultan Əhməd də Azərbaycana doğru yola düşürlər. Onlar Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün gəlirdilər. Və belə bir dövrdə 1406-cı ildə Qaraqoyunlular Araz çayı sahili döyüşündə Teymuri Əbubəkiri birinci dəfə, 1408-ci il Sərdərud döyüşündə isə Əmir Teymurun nəvəsi Əbubəkiri ikinci dəfə məğlubiyyətə uğradırlar. Və Sərdərud döyüşündən sonra Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyulur. Azərbaycanın cənub torpaqlarından Teymurilər tamamilə qovulur. Bundan sonra keçmiş müttəfiqlər arasında narazılıq baş verir. Belə ki, Cəlaliri Sultan Əhməd Qara Yusifin xalq arasında artan nüfuzunu görüb bir növ desək qısqanır. Həmçinin Cəlaliri Sultan Əhməd Həmədan yaylaqlarını Qara Yusifdən tələb eləyir. Bunu rədd cavabı alır Qara Yusif. Ona rədd cavabı verir və bundan sonra keçmiş müttəfiqlər arasında döyüş baş verir. Bu döyüş 1410-cu ildəki Əsəd döyüşüdür. Deməli, Əsəd döyüşündə Cəlaliri Sultan Əhməd Qara Yusif tərəfindən məğlubiyyətə uğradılır. Bu hadisədən sonra isə Azərbaycanda Cəlali dövlətinin varlığına son qoyulur və Azərbaycanın cənub torpaqları, Anadolunun şərqi, Gürcüstanın şərqi, Əcəm İraqa keçir Qara Yusifin tabeçiliyinə. Feodal hakimlər də Qara Yusifə öz itaətkarlığını bildirirlər. İstisna Şirvanşah 1-ci İbrahimdən başqa qalan hamı tabe olur Qara Yusifə. Və bu dövrdə Qara Yusif artıq 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, onu da yazın, paytaxtı Təbriz şəhəri olan Qaraqoyunlu dövlətinin, digər bir adı ilə Baharlı dövlətinin əsasını qoyur. Baharlı dövləti 1410-1468-ci illərdə mövcud olmuş, dedik qurucusu da kim olmuşdu? Qara Yusif olmuşdu. Bax, indi danışacağım hadisələr Qara Yusifin hökmdarlıq dövrünə aiddir. Deməli, mənim sizə məlumat verdiyim 1389-1410-cu il aralığında
intervalında olan hadisələr ardıcıllığı Qara Yusifin Qaraqoyunlu bəyliyindəki hakimiyyətinə aid idi. Yəni orada hökmdar olduğuna dair aid eləmirik. Testlərdə qarşınıza çıxanda Əsəd döyüşü, Sərdərud döyüşü bu Qaraqoyunlu dövlətinin tarixinə aid deyil. Çünki gördüyünüz kimi dövlət hansı hadisədən sonra meydana gəldi? Cəlalilərin Azərbaycanda hakimiyyətinə son qoyulmasında, yəni Əsəd döyüşündən sonra meydana gəldi Qaraqoyunlu, Baharlı dövləti. Görək hökmdar kimi Qara Yusif hansı tədbirləri görübdür? O dövrki ənənəyə görə dövləti sultan idarə eləməli idi, sultan qanundan olan bir şəxs idarə eləməli idi və oğlu Pirbudağı da sultan elan edir. Çünki vaxtı ilə Pirbudağın lələsi olmuşdu Cəlali Sultan Əhməd. Bu dərsliyimizdən çıxarılıbdır, amma hər bir halda mövzu tamamlansın deyə deyirəm bunu. Pirbudaq sultan elan oluna bilər. Təbii ki, idarəçilik Qara Yusifin əlində idi. Qara Yusif atlılardan ibarət süvari dəstəsi yaradır, güclü ordu formalaşdırır. Bunu biz Franklarda Karl Martellə də ümumi cəhət kimi verə bilərik. Bundan əlavə olaraq tərəfdarlarının sayını artırmaq üçün onlara çoxlu soyurqal torpaqları paylayır. Necə ki, Səlcuqlarda Məlikşah xeyli iqta torpaqları paylamışdı. Həmçinin biz Ağqoyunlularda, Bayandurlularda da Rüstəmin tərəfdarlarının sayını artırmaq üçün soyurqal torpaqları paylamasının şahidi olasıyıq. Soyurqal da 15-ci əsr tarixində Azərbaycanda xidmətə görə verilən torpaq idi. Soyurqal deməli xidmətə görə verilən torpaq idi, hərbiçilərə paylanırdı. Lakin onun soyurqalı məhdudlaşdırmaq cəhdi isə uğursuz olur. Nə qədər özü soyurqal paylasa da Qara Yusif soyurqalı məhdudlaşdırmaq istəyir, Azərbaycanı mərkəzləşdirilmiş bir dövlətə çevirmək istəyir. Amma istər çoxlu soyurqal paylanılması, istərsə də yarım köçəri əyyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi Qara Yusifə imkan vermir ki, Qaraqoyunlu dövlətini mərkəzləşdirə bilsin. Buradan da belə bir qeyd yaza bilərsiniz ki, istər Qaraqoyunlu, istər Ağqoyunlu dövləti. Şirvanşahlar kimi, Manna kimi və yaxud da Səfəvilər kimi digər adını çəkmədiyim dövlətlərimiz kimi mərkəzləşdirilmiş dövlət deyil, mərkəzləşdirilmiş idarəçiliyə sahib olmayıblar. Qara Yusifin xarici siyasətindən bəhs eləyəsi olsam, onun hökmdarlıq dövründə mübarizə apardığı iki qüvvə var. Bunlardan Şirvanşah 1-ci İbrahim və Teymuri Şahruxun adını çəkə bilərik. Əvvəlcə sizə onun Şirvanşah İbrahimlə olan münasibətindən bəhs eləyim. Şirvanşah İbrahimlə bu dövrdə münasibətləri gərgin idi Qara Yusifin. Səbəb olaraq o Şirvanşah İbrahimə məktub göndərir ki, bəs mənə tabe olmalısan. Lakin İbrahim həmən bu təklifi rədd eləyir. Bu, onların münasibətlərinin pozulmasına bir səbəb idi. Həmçinin Şirvanşah 1-ci İbrahim 1407-ci ildə öz hakimiyyətini Şərqi Gürcüstana yaymışdı. Qara Yusif isə bundan barışmaq istəmirdi. Onu da qeyd eləyə bilərəm ki, Əsəd döyüşü ərəfəsində oğlu Kəyumərsi, söhbət Şirvanşah İbrahimdən gedir, Qara Yusifə qarşı mübarizə aparmaq üçün Cəlali Sultan Əhmədə yardım niyyətindən göndərmişdi Şirvanşah İbrahim. Bu da Qara Yusifin onunla barışma siyasət yürütməsinə səbəb olmuşdu. Bax, bütün bu hallar gətirib 1412-ci ildə onlar arasında Kür çay sahilində döyüşün baş verməsinə gətirib çıxartdı. Bu döyüşdə Şirvanşah İbrahimin müttəfiqləri Şəki hakimi Seyid Əhməd və Gürcü hakimi, Kaxetiya hakimi Konstantin idi. Müttəfiqləri ilə bərabər Şirvanşah İbrahimin ordusu Qara Yusifin cəngavər atlıları tərəfindən darmadağın edilir. Bu döyüşdən sonra Gürcü çarı və onun tərəfdarları 300 nəfər şəxs edam edilir və bütün adını çəkdiyim şəxslər isə əsir götürülür. Şirvanşah İbrahim Təbriz əhalisinin alicənablığı və yardımı sayəsində Şirvanşah İbrahim demək xilas olmuşdu Qara Yusifin əlindən və bu hadisədən sonra Şirvanşahları da tabe eləmiş olur Qara Yusif. Amma bir istisna deyim sizə. Baxmayaraq ki, o Azərbaycanın istər cənubunu, istər şimalını tabe elədi, amma Qara Yusif Azərbaycan torpaqlarını vahid halda birləşdirə bilmədi. Çünki 2 dəqiqə öncə sizə bunun izahını verdim. Soyurqal torpaqlarının paylanılması, mərkəzi hakimiyyətə qarşı tez-tez çıxışlar eləyən yarımköçəri əyanların mövcudluğu Qaraqoyunluların Baharlı dövlətinin mərkəzləşməsinə imkan vermir. Onun hakimiyyətinin son dövründə isə Azərbaycana Teymurilərin növbəti yürüşlərini görürük. Bu dəfə Teymurilərdə hökmdar Şahrux idi. Əmir Teymurdan sonra hakimiyyətə gələn Şahrux Qara Yusifin Azərbaycanda nüfuzunun yüksəlməsinə, hakimiyyətini bütün Azərbaycana yaymasına
Hətta Teymurilərin əvvəllər nəzarətində olan Sultaniyə və Qəzvin şəhərlərinin Qara Yusifin əlinə keçməsindən barışmaq istəmirdi. Bütün bunlar Teymurilərlə Azərbaycan dövləti arasında mübarizəyə səbəb olur. Bu mübarizədə Teymuri Şahruxa yardım edənlər də var idi. Bunlar Ağqoyunlular və Şirvanşahlar idi. Şirvanşahlarda isə bu dövrdə hakimiyyətdə 1-ci Xəllullah idi. Şahruxun müttəfiqlərinin və xeyli gücünün olmasına baxmayaraq Qara Yusiflə apardığı mübarizədə uğur əldə edə bilmir. Şahrux Azərbaycana böyük bir qoşunla növbəti hücuma hazırlaşarkən belə bir gərgin dövrdə Qara Yusif vəfat edir. Hakimiyyətə isə onun oğlu Qara İskəndər gətirilir. Qara İskəndər isə 1421 Alaşkert və 1435-ci ildəki Təbriz döyüşlərində Teymuri Şahruxun qüvvələri qarşısında aciz qalır və məğlubiyyətə uğrayır. Az öncə də qeyd etdiyim kimi Teymuri Şahruxun müttəfiqləri burada Şirvanşah Xəllullah və Ağqoyunlu bəyliyi idi. Qara İskəndərin Təbriz döyüşündəki məğlubiyyəti və hakimiyyətdən devrilməsi Cahanşahın hakimiyyətə gətirilməsinə səbəb olur. Mən indi sizə Cahanşahın dövründən məlumat verim. Qaraqoyunlu Cahanşah ümumilikdə 30 ildən çox hakimiyyətdə olmuş. 1436-1447-ci illərdə o hakimiyyətinin birinci dövründə Teymuri Şahruxdan asılı vəziyyətdə ölkəni idarə eləmişdi, vassal asıllığını idarə eləmişdi. Teymuri Şahruxa xərac ödəyirdi. Lakin 1447-ci ildə Teymuri Şahruxun ölümündən sonra və artıq Teymurilərdə hakimiyyət dəyişikliyi baş verəndən sonra Cahanşah müstəqil daxili və xarici siyasət yürütməyə başlayır. Cahanşah dərsin əvvəlində də qeyd etdiyim kimi özündən əvvəlkilərdən fərqli olaraq Şirvanşahlarla düşmən yox dost münasibətləri, normal münasibətlər qurmağı bacarır. Ənənəvi Osmanlı ilə dostluq siyasətində davam elətdirir. Atası Qara Yusif Osmanlı sultanı Yıldırım Bayezidlə, özü isə, yəni Cahanşah isə Osmanlı sultanı Fatih Sultan Mehmedlə dostluq əlaqələrinə malik idi. Lakin Ağqoyunlularla apardığı uğursuz mübarizə əlavə eləyə bilərəm və 1458-59-cu illərdə isə Teymurilər üzərinə hücumlar eləyir. Hətta 1458-ci ildəki yürüşündən sonra Teymuri Əbu Səidlə müqavilə imzalayır 1459-da. Bu Herat barışığıdır. Herat barışığında Teymuri Əbu Səiddən təzminat alaraq geri gəlir, Azərbaycana qayıdır. Bunun da səbəbləri var idi. Çünki Həsənəli və Pirbudaq tərəfindən mərkəzi hakimiyyətə qarşı qiyam qaldırılmışdı. Həmin o qiyamları yatırmaq üçün Teymuri taxtına əyləşən Cahanşah geri qayıtmalı olur, Azərbaycana qayıtmalı olur. Hətta 1460-cı ildə Səfəvilərin Ərdəbil hakimliyinə qarşı müttəfiqi 1-ci Xəllullahla birgə mübarizə aparır. 1460-cı il Samur döyüşündə Şirvanşahlarla birgə Səfəvilərin Ərdəbil hakimliyinə qalib gəlirlər. Bu döyüşdə Səfəvi nümayəndəsi Şeyx Cüneyd qətlə yetirilmişdi. İsmailin bax bu babasıdır. Və 1465-ci ildə mən ardıcıllıqla gedirəm burada. Hətta onun mədəni bir tədbir olaraq Təbrizdə Göy məsciddə inşa elətdirdiyinə biz şahid oluruq. Bu arada Azərbaycanda Göy məscidin biri də 18-ci əsrdə İrəvanda inşa olunmuşdu. Onu da qeyd edə bilərik dəftərlərimizə. Həmçinin daxili siyasətdə hərbi islahat keçirmişdi, köçərə rayonları mərkəzi hakimiyyətə tabe eləmək üçün tədbirlər görmüşdü. Amma 1467-ci ildə az öncə də dedim, Ağqoyunlularla uğursuz mübarizə aparır. 1467-ci ildə Ağqoyunlu Həsən bəyə məğlub olur Muş döyüşündə. Muş döyüşündə məğlub olur və Həsən bəy tərəfindən öldürülür. Bu isə Qaraqoyunluların tənəzzülünü sürətləndirir və sonuncu Qaraqoyunlu nümayəndəsi Həsənəli də 1468-ci ildə Həsən bəy tərəfindən məğlubiyyətə uğradılır. Bununla da haqqında danışdığım Baharlı dövləti süquta uğradılır. Dərs 15-in davamında isə sizə Azərbaycanda Ağqoyunlu dövlətindən, 15-ci əsr sosial-iqtisadi mədəni həyatından da məlumat verəcəm və bununla da 15-ci əsr Azərbaycan tarixi ilə bağlı imtahanlarda istifadə oluna biləcək sual və sualları düzgün şəkildə cavablandıra biləcəksiniz. Mövzu izahını burada yekunlaşdırıram. Növbəti dərs izahının davamında sizlərlə görüşənə qədər dərslərinizdə, fəaliyyətinizdə uğurlar, sağ olun, salamat qalın.